Bir əziz gündə Elnur qardaşımın ocağına yığışmışıq. Bugün Elnur'un balası vətənin müdafiəsinə gedir. Sözün əsl mənasında bizlərin, elə millətin müdafiəsinə gedir. Allah öz qanadını altda saxlasın, sağ geçsin, salamat gəlsin. İnşallah bir gündə onun toyunda bu qapıya yığılar. Rəfər müəllim, sən həm bu ocağa qohumsan, həm bizim hər birimiz üçün əziz bir kişisən. Yəni sən xətr hörmətin tam başqadır. Tamamilə başqadır, ha. Səni mən də çox istəyirəm. Bir dost kimi, bir yaxın kimi. Yaşın az olsa da sən özün cavanlığından ağsaqqal yolunu tutmuş bir insansın. Səndən də bu gözəl məclisə bir ağsaqqal xeyir duası istəyirəm. Buyurun. İslamlar çox sağ olun. Çox sağ olun. Dəvət elədiyiniz üçün məclis öz məclisimdir. Yəni biz qeyd elədim qohumu. Mən Elnur'u bura dəvət edirəm. Və bir daha bu həyət bizim bayaq qeyd elədim qohumu. Mənim üçün həmi bir cəmaat üçün, el üçün, həmi qohumdur, həmi Elnur yaxşı olandır, övladları da yaxşıdır, ziyansız bir insandır, heç kimlə işi yox, gücü yox. Yəni bu həyətə bugün bu əskəri məclisi çağırılmamış bir məclisdir. Yəni heç kimi dəvət eləmirlər. Amma indi hamınız görürsünüz ki, yəni xətir hörmət var ki, mağarda yer yoxdur, çöldə də əyləşirlər. Yəni bu Elnur'un hörmətinə irəli gəlir. O əskəri gedən qaqamızın hörmətinə irəli gəlir ki, məclis belə gözəldir. Mən bir daha Allah ölənlərə rəhmət eləsin. Keyif iştirak edir, yəni böyükləri iştirak edir. Mən öz adımdan, nə bilim, səlahiyyətim çatır, cəmaatımız adından Elnur'a göz aydınlığı verirəm, yoldaşına göz aydınlığı verirəm, babalarına göz aydınlığı verirəm. Oğlu da çox istədiyimiz uşaqdır, sağ geçsin, salamat gəlsin. Hamının həyatında belə bir gözəl gün arzuluyuruq. Özdə bir şey deyim, dəfələrlə sənin iştirakıyla hamımız arzuluyuruq, qardaş, geçsin, sağ salamat gəlsin və xeyir işin görək. Bütün hamıya arzuluyuram ki, bu balaca qaqamız sağ geçsin, salamat gəlsin və toyunda bu həyətə yığışaq. Sağ olun. Çox sağ olun Ələkbər müəllim. Arif, Ələkbər müəllim ağsaqqalınız olduğuna görə mən xüsusi bu kişiyə bir təqdimat verdim. Yəni təqdimat vermədim. Həyatda nədir, onu mən dedim. Yəni bunu vəzifə tutdu, tutmadı. Ələkbər müəllim. Yəni kimsə başqa cürə başa düşməsin. Ələkbər müəllim bizim əzizimiz. Siz də bizim üçün əziz insanlarsınız, əziz qardaşlarsınız. Əksəriyyətinizin qapınızda olmuşam, əksəriyyətinizin o halal süfrənizin çörəyini kəsmişəm və yaxud da ki, onu da mən unutmuram, ömrü boyda unutmaram. Allah sizlərə dəyməsin, sizlərlə dilinən bir xeyir dua istəyirəm. Buyurun. Allah sağ salamatçılıq edəsin, sağ geçsin, salamat gəlsin. Mən Elnur'u təbrik edirəm ki, oğlu gün əskər gedir. Gün o gün olsun, sağ salamat gelip gəlsin, toyunda iştirak edir. Çox sağ olun. Ayaqüstə duram, levi qaşınır. Son müəllim, çox sağ ol, söz vermişsin. Həqiqində Ələkbər müəllim bizim ağsaqqalımızdır, bütün xeyir duanı verdi. Biz də bu təbrikə qoşularaq Elnur'a və onun oğullarına, xanımına göz aydınlığı veririk. Və Allah Teala'dan arzum budur ki, bugünkü gün hər bir valideynə qismət olsun. Yəni böyük, gözəl bir gündür, şərəfli bir gündür. Həyatda ondan gözəl bir şey ola bilməz. Yəni ən şərəfli bir günlərindən biri günü. Sağ geçsin, salamat gəlsin. Gələn günün qeyd edin. Allah kəndimizə, elimizə həmişə xeyir qismət olsun. Çox mübarək. Ben de göz aydınlığı veririm. Sağ geçsin, salamat gelsin. Gün olsun, böyük edeceksin. Allah sizin də bağlarınızı qoysun. Mən də göz aydınlığı verirəm. Bundan daha yaxın bir fiyat. Gün olsun, salamat gəlsin. Sənin də bağlarına gözəl günlər arzulayıram, əskər toyuna sağ gəlsin inşallah.
Gözleriniz bir daha aydın olsun. Bəli, biz bir dəqiqə Arzu xanım salamlayırıq. Arzu xanım bizim canımız diyarımızdır. Bunun bir epizod deyim, balaca idi. Kətdə bir xırda məclisi vardı. Bəlkə də bir 20-25 ildir də müharibən. Burada? Hə. Bu da oxumağa meyilliydi, eşitmişdim səsi vardı. Getdik anasından, atasından icazə aldıq ki, bizim o belediyenin həyəti başlanıyatında bir məclis xırda mağar qurdu və Arzu xanım orada iştirak elədi. Hələ də mənim yadımdan çıxmır, uzun müddətdir deyim. Ondan sonra da bu sənətə atıldı, elə bu sənəti davam elətdirir. Özü bizim fəxrimizdir, Qarabağın fəxri. Mən həmişə Allaha and olsun, efirlərdə də görürəm, toyda da görürəm. Gözəl sənətkardır. Hər tərəfli insandır, yaxşı oxuyur, yaxşı insandır, gözəl insandır. Məclislərimizin yaraşığıdır. Xoş gəlir. Çok sağ olun. Çok sağ olun. Allah her birinizin canınızı sağ olasın. Lafınızda zor bize böyle güzel günler kısmet edesin inşallah. Ne göstersen görsün, ne canım bu var eyle.
getmə bir dayan. Min dərdin dərmanı Qarabağdadır. Səninlə həmdən olub nəğmələr qoşan Xınalı Kəhliyin Qarabağdadır. Yazda bitirən İlyasımın səfalı bulaqlar Qarabağdadır. Öyle səhradan ülfətin tutan Məcnunun Leylası Qarabağdadır. Muğamat yalanım Azərbaycana. Oxuyanı, anisi Qarabağdadır. İskəndər, nə gözəl vətənim vardı. Könlümün sevdası Qarabağdadır. Könlümün sevdası Qarabağdadır. Bir gece yayın, Şuşada konak kalaşayım, İsa bulağındayım, süfre açarsınlar. Yaşa Şahnaz xanım, yaşa. Bir gece yayın, Şuşada konak kalaşayım, İsa bulağında, süfre açarsınlar. Sevdiğin güzelim, könül verersin, vefalı güzelim, bizim evdedir. Vefalı güzelim, Şumaram ben şumalarım var olsun. Değirmen aşıqım Qarabağ, Şəki Şirvan, ay bağlam belə cənnət Qarabağ. Deyir aləm cənnətə dönsə, yoldan çıxmaz gözəl Qarabağ. Ay canım.
Eşk olsun, var olun. Teşekkür ederiz sizlere. Başlarınıza sağ olsun. Allah her birinize, evlatlarınıza ait o kısmet olsun inşallah.